Bu kötüğün içinde min bir derdin dermanı var. Size koy bir bunu göstereyim. Bura bakın az dostlar. Ay maşallah, Allah buna bereket versin. Bir bu balın muhteşemliğine bakın. Bir bu balın güzelliğine bakın. Getir onu yakından bunu çək göstereyim. Sırf çiçək balı axtaranlar gördüğünüz kimi hal-hazırda varımızdır. Özü de qar yağdığına göre hava dəhşətli soyuqdur. Bal da hədsiz dərəcədə qatıdır. Yəni təbii bal süzüləndə duru halda olur. Temperatur soyuduqca balın tərkibi də baxın bu cür qatılaşır və dəyişən temperaturda da bütün təbii ballar 3 və 9 ay müddətində tam xarlanıb donmalıdır. Gördüğünüz gibi bu möhtəşəm ballardan kim istəsə 051 546 39 39 zəng eləyin, sipariş eləyin. Bu sizin də süfrənizdə bizim ballardan olsun. Sağ olun, var olasınız inşallah.